zəngin. Mütləq zəngin Allah Taaladır. Mütləq zəngin Allah Taaladır. Əl-Ğəni dediyimiz zaman, yəni Allah Taala elə bir zəngindir ki, elə bir qənidir, elə bir zəngindir ki, onun tayı bərabəri yoxdur. Düzdür, məsələn, bugün dünyada bir sıra insanların mal-dövlətini, sərvətini misal çəkmək üçün Həzrəti Süleymanı misal çəkirlər ki, məsələn, Süleyman Peyğəmbərə qalmayan dünya heç kəsə qalmaz, Süleyman əleyhissalamı çəkirlər, amma Allah Taala elə bir qənidir, elə bir zəngindir ki, heç tayı bərabəri yoxdur. Zənginliyinin həddi yoxdur Allah Taalada. Bir hədd yoxdur ki, deyək ki, Allahın zənginliyi bu qədərdir. Allah Taalanın zənginliyinin həddi yoxdur. Zənginliyində bir başqasına ehtiyacı yoxdur. Məsələn, diqqət eləsək, dünyada olan bir sıra zəngin insanlara, onların zəngin olmasına səbəb başqa amillər var. Amma Allah Taalanın zəngin olmasına səbəb yoxdur, ehtiyac yoxdur. Bir başqasının ehtiyacı yoxdur. Allahın zənginliyi, Allah Taalanın zənginliyi o qədərdir ki, mən qədər təyin eləmirəm, amma deyirəm ki, Allah Taalanın zənginliyi o cürdür ki, Allah hamıya əta edir, amma zənginliyindən bir şey əskilmir.